Sabahınız xeyir. Bugün artıq dönüş uçuşumuz var, amma Bakıya hələ qayıtmırıq. Bir gün də Dohada qalıb, sonra evimizə gedirik. Hava limanına getmək üçün taksi gözləyirik. Çalışın ki, biraz tez çıxın, çünki aeroport şəhərdən hardasa 1 saatlıq uzaq bir məsafədə yerləşir. Kuala Lumpurda günəşin doğuşunu izləyə-izləyə gəlib hava limanına çatdıq. Bu arada hansı hava yolunadısa sizin uçuşunuz, Grabda taksi çağıranda elə onun olduğu terminalı rahat görə bilərsiniz. Biz Qatar Airways-lə qayıdırıq və dəhşət bir növbə var. Deyirdim ki, güya check-in eləyib gəzərik aeroportda, amma təxminən elə 1 saat check-ində vaxtımız getdi. Biz bir gün Dohada qalırıq deyə böyük çamadanlarımızı birbaşa Bakıya göndəririk. Balaca çamadanlarımıza da bir günlük pal-paltar yığdıq, özümüzlə götürürük. Düzü ilk dəfədə uzun transferlə çamadan göndərirdik deyə biraz narahat oldum, çünki tam 1 sutka sonradır bizim digər uçuşumuz. Check-in hissəsini keçəndən sonra məşhur şef Jamie Oliver'ın restoranında gördüm, amma bizim vaxtımız yoxdur, heç yerdə əyləşə bilmirik. Gələndə pasportumuza möhür vurulmadığı üçün ölkədən çıxış edəndə də biz skan eləyib çıxış etməliyik və nəhayət təyyarəyə minirik. Bizi 8 saatlıq bir uçuş gözləyir. Hardan biləydim ki, bu 8 saatı məni kondisioner vuracaq və başım partlayacaq. Nəysə, mən artıq Dohaya çatanda xəstələnmişdim. İndi isə sizə videonun əvvəlində qeyd etdiyim münasib qiymətə Dohada necə otel tutmaq olar, ondan danışmaq istəyirəm. Deməli, əgər siz Qatar Airways-lə Doha üzərindən tranzit bilet almısınızsa və bu tranzit 12-96 saat arasıdırsa, Qatar Stopover proqramından çox rahat otel tuta bilərsiniz. Linki aşağıda açıqlama bölməsində yerləşdirirəm. Deməli, siz bilet rezervasiya nömrənizi yazırsınız həmin bu linkdə. Oteli Dohadan gedişdə yoxsa dönüşdə istifadə edəcəksiniz, həmin uçuşu seçirsiniz. Sonra istəyə uyğun neçə ulduz otel olsun, neçə otaq, neçə nəfər və s. bu məlumatları doldurursunuz. Amma orada belə bir qeyd var ki, əgər otel həddindən artıq dolu olarsa, yəni oteldə yer olmazsa, sizin rezervasiyanız ləğv ola bilər. Deməli, biz Central Inn otelini seçdik. Səhər yeməksiz 2 nəfərə bir gecəyə 49 manat ödəmişik. Bu daha üçün bilirsiniz nə deməkdir? Sudan ucuz. Biz keçən il gələndə tur paket almışdıq, çünki ayrı-ayrılıqda Dohaya bileti almaq, oteli tutmaq dəhşət bahadır. 4 ulduz adi bir oteldir bu seçdiyimiz. Dohanı keçən il gəzmişik deyə sadəcə necə deyirlər belə ətrafda fırlanmağı planlayırıq. İndi isə əşyalarımızı yerləşdirdik və Villaggio Mall-a gedirik. Bura Venesiyaya bənzədildiyinə görə məşhurdur. İlk olaraq özümə qrip üçün dərman alıram. Bir də 32 dərəcədən 20 dərəcəyə gəldik deyə niyəsə üşüyürəm. Sabah necə olacaq çox maraqlıdır, çünki Bakıya qar yağıb və hava -8 dərəcədir. Bu mala gələndə biraz xəyal qırıqlığı yaşayıram, çünki mən elə bilirdim ki, bu qondollar açıq havada gedir. Sən demə, buludlar rəsm imiş, yəni tavana çəkilmiş bir rəsm imiş, aldatdılar bizi. Nəysə, biraz molda vaxt keçirib 1-2 şey alırıq, sonra qayıdırıq Sokva kafə. Çünki bir həftə Asiyada olduqdan sonra belə qəşəng yemək yeməyə ehtiyacımız var. Damaskus adlı restorana getdik. Burada məzələr, toyuq kababı, fatuş salatı sifariş elədik. Bax, yemək budur mənim üçün. Bəh. Amma təbii ki, Malayziya və Qatar arasında qiymət müqayisə olunmaz. Sukvakifdən çıxıb birazdan bir Şeyrab downtown-u gəzirik, sonra isə otelə qayıdırıq. Siz olun, bu 8 saatlıq uçuş kimi uzun uçuşlarda başınıza papaq qoyun, çünki kondisioner məni çox pis vurdu və Dohada ruh kimi gəzdim mən. Səhər isə artıq vətənə uçuş bizi gözləyir. Bakıya olan uçuş müddətində də istəyirəm sizə Malayziya haqqında təəssüratlarımı bölüşüm. İlk növbədə iqlimi mənə heç uyğun deyil. Mən istiyə dözümlü biri deyiləm. Amma buradakı isti daha da çətin idi, çünki rütubət çoxdur, bəzən nəfəs almaq olmur. Texnologiya baxımından deyərdim ki, xeyli inkişaf ediblər. Bunun elə bariz nümunəsi çox operativ işləyən Grab taksi appləridir. İnsanları biraz kobuddu, sevmədim. Hind və Çinlilər olan məhəllələr çox da təmiz deyil və çox pis qoxu gəlirdi. Tıxac dəhşətdir, xüsusilə Kuala Lumpurda. Səyahətimizin böyük bir hissəsi taksi gözləməklə və yollarda keçdi. Axşamlar özümü güvəndə hiss eləmədim. Yəni bura qız-qıza bir səyahətə gəlməzdim yəqin ki. Qiymətlər Bakıya nisbətən çox münasibdir. Sadəcə bura gəlmək üçün bilet baha çıxır. Və 28 ölkə gəzdikdən sonra bura mənim Asiya istiqamətində ilk gəldiyim ölkə idi. Ona görə Tayland, Singapur, Vyetnam kimi yerlərlə müqayisə edib daha detallı nəsə deyə bilmirəm. Bəlkə ikinci dəfə gəlsəm başqa fikirdə olaram. Videonun sonunda isə Malayziyadan aldığım şeyləri sizlə bölüşmək istəyirəm. Bunlar Tianhao məbədindən aldığım belə şirin xoşbəxtlik tanrılarımı deyim, keşişmi deyim, belə bir suvenirlərdir. Biri 12 ringgit idi. Çox xoşuma gəldi.
Sonra maqnitlər aldım hər şəhərdən. Kuala Lumpur, Melaka və Penangdan. Qiymətləri çox ucuzdur maqnitlərin. Hardasa biri 2-3 manatdır. Bir qutu içi çərəz, üstü şokoladlı belə bir drajelər aldıq. Qutunun içərisində hər biri ayrı-ayrı paketlənmişdi. Sonra mavi malikanədən ənənəvi malay evinin pop-up maketini aldım. İçində 2 ədəddir, amma bunu sonra quraram. Malayziyanın özünün Berryl's deyə bir şokolad brendi var, fabrika var. Ona aid bir neçə plitka şokolad aldıq. Kuala Lumpurun simvolu olan Petronas qüllələrinin suvenirini aldıq. Bu da münasibdir. Qiyməti 30 ringgit idi. Son olaraq isə Malayziyada məşhur olan white coffee, yəni ağ kofe aldıq. Dadını birdən bəyənmədik deyə belə üçlü paket aldım. Durianlı heç nə almadım, çünki orada mağazada bir dənə durianlı şokolad verdilər. Necə iyi gəldi, Səmirağa qaçdı. Onu da risk eləyib Bakıya alıb gətirmədim. Ümid edirəm ki, bu vloqu sona qədər izlədiniz və bəyəndiniz. Əgər Malayziya haqqında hansısa suallarınız varsa, kommentlərdə yaza bilərsiniz, yaxud da Instagramdan mənə yaza bilərsiniz mesaj şəklində. Və vloqu bəyəndinizsə, zəhmət olmasa YouTube kanalıma abunə olun, Instagramdan da məni izləməyi unutmayın. Hələlik! Malayziyanı bəyəndin. Niyə? Sağ ol. Malayziyaya gəldiyinə peşman oldun. Bəs bəyənmədin axı? Bəyənməmə peşman olmadım. Oydu. Ümid edirəm ki, bizim... Gedək. Bəsdir. Salam, salam.